Bazı insanlar ya bilərəkdən, ya qəsdən özlərini bilməməzliyə vurduqları üçün bu məsələyə müxtəlif yöndən izahat verməyə çalışırlar. Bəziləri deyir ki, burada təəccüblü nə var ki, elə onların Azərbaycanda daha böyük sərvətləri var. Başqa ölkələrdə, Türkiyədə, Rusiyada daha böyük sərvətləri var. Bəziləri deyir ki, bu İlham Əliyevə təzyiqdir, ona görə biz onu müdafiə eləməliyik və s. Bunlar təbii ki, vətəndaş mövqeyi deyil. Bəzi insanlar isə siyasətlə məşğul olmadıqlarını əsas gətirərək bu məsələyə münasibət bildirmirlər. Ancaq hesab edirəm ki, çox ciddi bir hadisə baş verib. Azərbaycanda əslində kommunist təfəkkürü ilə demokratik təfəkkür, müsavatçı təfəkkür arasında təxminən 100 ilə yaxın bir müddətdir ki, mübarizə gedir. Və bu mübarizə fonunda dəfələrlə kommunist təfəkkürlülər, demokratik təfəkkürlüləri, onların hakimiyyətlərini korrupsiyada, rüşvətxorluqda, Azərbaycan xalqının əmlakını talamaqda ittiham eləyiblər. Nəriman Nərimanov 20-ci ilin 28 aprelində ilk dəfə Azərbaycan xalqına müraciət edərkən bildirib ki, Rəsulzadə hökuməti tonlarla qızıl aparıb Azərbaycandan və bir həftə ərzində o dediklərini sübut eləmək üçün cəmiyyətə materiallar təqdim edəcək. Mən bunu Rəsulzadənin özünün məqaləsində oxumuşam və o uzun illər üstündən keçəndən sonra müraciət edirdi ki, uzun illər üstündən keçdi, ancaq bu bir həftə bitmədi və heç bir sübut ortaya qoyulmadı. Və ya Elçibəy hökumətinin ünvanına bilirsiniz ki, bu tipli ittihamlar səsləndi. Hətta o vaxtki baş prokuror Əli Ömərov demişdi ki, Elçibəy hökumətinin nümayəndələri 500 milyard dollar vəsait mənimsəyiblər. Sonra Rasul Quliyev düzəliş verdi. Dedi ki, bu 500 milyard yox, 5 milyarddır. Halbuki 5 milyardın da olması qeyri-mümkün idi. O vaxt biz Azərbaycan dövlət büdcəsinə təxminən 200 milyon dollara yaxın vəsait toplamışıq deyə onunla çox böyük fəxr edirdik. Yəni, belə imkanlar, yəni milyardlar dollar Azərbaycanda ümumiyyətlə mövcud deyildi. Və uzun illər istintaq getdi və bu istintaqa Heydər Əliyev özü rəhbərlik eləyirdi. O dövrdə bütün Azərbaycanın siyasi strukturlarını, iqtisadi strukturlarını müstəntiqlər araşdırırdılar, yoxlayırdılar. Elə mənim ərzaq komissiyasında olan fəaliyyətimlə əlaqədar hətta 96-cı ildə məni istintaqa dəvət eləmişdilər. Yəni, hətta deyəsən 97-ci ildə istintaqa dəvət eləmişdilər. Yəni, bu böyük müddət ərzində istintaq aparılmasına baxmayaraq, heç bir iqtisadi cinayət, heç bir vəsaitin mənimsənilməsi sübutu ortalığa qoyulmadı. Heydər Əliyev də uzun illər Azərbaycanda siyasətlə məşğul idi. Elə bir pencəklə gəldi, bir pencəklə də getdi. Onun da əslində iqtisadi məsələləri ilə əlaqədar hər hansı bir sübut, rəsmi dəlil ən azı hələlik ortalığa qoyulmuyor. Bu ilk hadisədir ki, belə bir sənəd ortalığa qoyulub. Hakimiyyət dairələrinin bunu təqzib etməməsi bunun bir daha həqiqət olduğunu təsdiq edir, sübut edir. İkincisi də açığı Washington Post qəzetini Oqtay Asadovun nə cür adlandırmasından asılı olmayaraq, Washington Post qəzetinin məqaləsi məhkəmənin hökmü kimi bir şeydir. Və bütün dünyada tərəfindən tanınan bir məhkəmənin hökmü kimi bir şeydir. İşte təsadüfi deyil ki, dünyanın demək olar ki, bütün aparıcı mətbuat orqanları bu məqaləni geniş şərh etdilər, öz səhifələrində təkrar çap etdilər və s. İlham Əliyevə təzyiq edilməsi məsələsinə gəldikdə isə hesab edirəm ki, İlham Əliyevin istifaya getməsi zərurətini gücləndirən amil kimi dəyərləndirilə bilər. Əgər Qarabağa görə sənin törətdiyin bu əməllə bağlı təzyiq edirsənsə, sən xüsusilə istifa verməyə tələsməlisən. Çünki bu çox vacib bir məsələdir. Yəni, sənin törətdiyin əmələ görə sənin dövlətin ağır bir vəziyyətə düşübsə, sənin millətin taleyi, gələcəyi, ərazi bütövlüyü çox ciddi bir təhlükə altına düşübsə, sən xüsusilə istifa verməyə tələsməlisən. Yəni, bu onun müdafiə olunmasına yox, əksinə onun istifasının sürətləndirilməsi təbliğatı ilə nəticələnməlidir və hesab edirəm ki, vətəndaş mövqeyindən çıxış edən hər bir kəs bu məsələdə bu şəkildə mövqeyi tutmalıdır. Mən siyasətlə məşğul olmuram deyən ictimai təşkilatlar, vətəndaş cəmiyyəti, müxtəlif başqa partiyalar, ziyalılar, Azərbaycanın böyük ziyalı ordusu bu məsələyə biganə qala bilməz. Bu elə bil ki, təkcə belə bir mən yazı oxudum ki, bu siyasi qüvvələr üçün bir testdir. Yəni doğrudan da bu siyasi qüvvələr üçün bir testdir və tez-tez bizə
söz atırlar ki, müxalifətə lisenziyanı siz mi verirsiniz, siz mi müəyyən edirsiniz, müxalifət kimdir? Əsl müxalifət kimdir, real müxalifət kimdir, hökumətin nəzarəti altında olan müxalifət kimdir? Bu test bir referendum hadisəsində oldu, o da bir ciddi test idi. Müxtəlif qüvvələr həmin dövrdə əslində faktiki olaraq Azərbaycanda monarxiyanın qurulmasını nəzərdə tutan bir referendumun keçirilməsindən diqqəti yayındırmaq üçün bura bir Qarabağ sözü ilə əlavə elədilər və göstərməyə çalışırdılar ki, onlar bu prosesə Qarabağa görə qoşulublar, monarxiyaya qarşı mübarizə apardıqları üçün. Yox, desə bunu biz göz yumduq, hər halda bir mübarizə təşkil olunması mümkün oldu. İndiki məqamda hər hansı bir siyasi qüvvə əgər Azərbaycanın taleyi üçün bu qədər vacib olan, sonraki proseslər göstərir ki, Qarabağ üçün də həddən artıq vacib olan bu məsələdə susursa, onun üstündən keçirsə, onu nəinki müxalifət, onu nəinki siyasətçi, heç Azərbaycanın normal bir vətəndaşı hesab eləmək düzgün deyil. Çünki bir daha deyirəm ki, söhbət burada Azərbaycanın sərvətlərinin, mal dövlətinin qarət olunmasından gedir. İlham Əliyevin haqqında Washington Post qəzetində çıxan yazı, yəni onun bu əməlinin ortalığa çıxması Azərbaycanın milli təhlükəsizlik məsələsidir. Və ona görə də hər bir siyasətlə məşğul olan, Azərbaycanın gələcəyini düşünürəm deyən hər bir adam, siyasi təşkilat üzvü olsun, ictimai təşkilat üzvü olsun, bitərəf olsun, ziyalı olsun, yazıcı olsun, şair olsun, bu məsələyə münasibət bildirməlidir. Bax, lisenziya burada veriləcək. Burada bilinəcək ki, kim Azərbaycan vətəndaşı kimi mövqeyini ortalığa qoyur, kimsə bu məsələdə oyunlar oynamaqla məşğuldur. Ona görə də hesab edirəm ki, biz bu prosesi davam etdirməliyik. Xüsusilə Elmar Məmmədyarovun yeniləşdirilmiş Madrid prinsiplərinə Azərbaycanın razı olması barədə bəyanat verməsi və bir çox hakimiyyət nümayəndələrinin bunu Washington Postda çıxan yazının təzyiqi nəticəsində ortalığa qoyulması kimi şərh eləməyə cəhd göstərmələri hər bir Azərbaycan vətəndaşının hökmən bu məsələyə münasibət bildirilməsini tələb edir. Azərbaycan hökuməti çox təhlükəli və Azərbaycan üçün qorxulu bir yol tutub. İlk baxışda biz müxalifət olaraq, hakimiyyət də bizim oponentimizdir, özlərini əslində pis vəziyyətə salırlar deyə buna bir, belə deyək, bu prosesin özünə bir rəğbətlə də yanaşa bilərdik. Ancaq bu təkcə hakimiyyətin problemi deyil, düzdür, hakimiyyət özünü aparır uçuruma, amma hakimiyyət özü ilə birlikdə Azərbaycan cəmiyyətini də, Azərbaycanın maraqlarını da məhv eləməklə, Azərbaycanı da bütövlükdə uçuruma aparmaqla məşğuldur. İndi burada bəzi hökumət nümayəndələrinin bəyanatları səsləndi. Önəmli hakimiyyət simalarından biri dünən ya bugün müsahibə verib, rəy bildirib ki, Amerika Birləşmiş Ştatları İraqın neftinə sahib olmaq üçün İrana qoşun yeridib. İndi də Əfqanistana ona görə qoşun yeridib ki, narkotik ticarətini nəzarət altına alsın. Biz bu cür bəyanatlar təbii ki, Azərbaycan hakimiyyəti üçün çox ciddi problemlər yaradacaq və Azərbaycan hakimiyyətinin onsuz da pis olan vəziyyətini bir qədər də ağırlaşdıracaq. Amma burada sevinməli, buna müsbət yanaşmalı bir şey yoxdur. Çünki Azərbaycan hakimiyyəti özünə problemlər yaratmaqla yanaşı, Azərbaycanın da milli mənafələrinə problemlər yaradır. Sözümü onunla yekunlaşdırmaq istəyirəm ki, bugün İlham Əliyevin Azərbaycanda hakimiyyətdə qalması Azərbaycan üçün milli təhlükəsizlik məsələsidir. Və ona görə hər bir Azərbaycan vətəndaşı bu məsələnin ciddiliyini və onun mahiyyətini dərk etməlidir. Və hadisələrin gedişi göstərir ki, nə qədər ki, bu vəziyyətdə o hakimiyyətdə qalacaq, istər Qarabağla bağlı, istər digər Azərbaycan mənafeləri ilə bağlı Azərbaycana olan təzyiqlər bundan sonra daha da artacaq, arta bilər. Ona görə də bu vəziyyətdən çıxış yolu İlham Əliyevin istefaya getməsidir. Və bu məsələni həm də hüquqi cəhətdən əsaslandıran ciddi argumentlərdən biri də ondan ibarətdir ki, bütün başqa məsələlərlə yanaşı həm də İlham Əliyev öz gəlirləri haqqında 2008-ci ildə prezidentliyə namizəd olarkən, deklarasiyanı doldurarkən aldadıb Mərkəzi Seçki Komissiyasını və Azərbaycan ictimaiyyətini, öz gəlirlərini gizlədib. Biz onun onsuz da hakimiyyətin legitimliyini qəbul etmirdik. Bu isə ortalıqda olan hüquqi və sübuta ehtiyacı olmayan bir dəlildir ki, İlham Əliyev öz gəlirləri haqqında yanlış məlumat verməklə əslində özünün həm də həmin dövrdə prezidentin legitim olmadığını bir daha təsdiq etmiş olub. Sağ olun.